Gələn ay Ağdama 9 ailənin qayıdışı planlaşdırılır. Bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib. O bildirib ki, böyük qayıdış proqramı çərçivəsində yaxın vaxtlarda Ağdama yeni sakinlərin köçürülməsi planlaşdırılır. Gələn ay Ağdama ilk 9 ailənin qayıdışı gözlənilir. Bu, böyük qayıdış prosesinin növbəti mərhələsidir və hamımız üçün böyük sevincli xəbərdir, deyə Emin Hüseynov vurğulayıb. Onun sözlərinə görə bölgədə ümumi uzunluğu 600 kilometr olan 16 magistral avtomobil yolu və Bakı-Ağdam dəmir yolu yenidən qurulub. Bir beynəlxalq hava limanı isə cəmi 8 ay ərzində istifadəyə verilib. Xüsusi nümayəndə əlavə edib ki, Ağdamda 3 kənddə artıq məskunlaşma başa çatıb. Təxminən 4000 nəfər geri qayıdıb. Bu insanlar doğma torpaqlarına qayıdıblar, evləri və iş yerləri var. Ən vacibi isə həyat artıq bərpa olunur. Hazırda bölgədə iqtisadi cəhətdən aktiv əhali 2200 nəfərdir. İşsizlik səviyyəsi isə 8%-dən aşağıdır, deyə Emin Hüseynov qeyd edib. Xüsusi nümayəndə əlavə edib ki, gələn il daha 300 ailə Ağdam şəhərində ikinci yaşayış kompleksinə yerləşdiriləcək. Hazırda Ağdam şəhərinin 4-cü və 5-ci yaşayış massivlərində də tikinti işləri davam edir. Bu layihələrin gələn ilin yay aylarına qədər tamamlanması planlaşdırılır və bu iki yaşayış kompleksinə ümumilikdə 2000-dən çox ailənin köçü nəzərdə tutulur. Ümid edirik ki, 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə 20 minə yaxın əhalinin köçünü təmin edə biləcəyik. Şəhərin baş planına əsasən 2040-cı ilə qədər şəhərdə təxminən 100 min nəfər əhalinin yaşaması nəzərdə tutulur. Ağdam şəhəri regionun ən böyük şəhərlərindən biri olacaq, deyə Emin Hüseynov qeyd edib.